Bakıda və şəhər ətrafı ərazilərdə köhnə qəzalı və ya layihələndirilmiş ərazilərdə yerləşən binaların sökülməsi prosesi son günlər daha da intensivləşib. Bu söküntülər çərçivəsində sakinlərə verilən kompensasiyalar isə ictimaiyyətdə tez-tez müzakirə obyektinə çevrilir. Sual budur, kompensasiya necə hesablanır və vətəndaşa real dəyər ödənilmi? Məsələ ilə bağlı İqtisadiyyat Nazirliyi yanında İctimai Şuranın üzvü Realtorlar Assosiasiyası İctimai Birliyinin sədri Elnur Azadov qısa xəbər açıqlamasında bildirib ki, əmlakın dəyəri adətən müstəqil qiymətləndiricilər tərəfindən müəyyən edilir. Bu qiymətləndirmə zamanı mənzilin sahəsi, təmiri, mərtəbəsi və yerləşdiyi ərazi kimi amillər nəzərə alınır. Məsələn, bəzi hallarda yaşayış evlərinin hər kvadrat metri üçün 2700 manat, qeyri-yaşayış obyektlərinin isə hər kvadrat metri üçün 3000 manat kompensasiya ödənilməsi planlaşdırılır. Elnur Azadov qeyd edib ki, torpaq sahələrinə görə kompensasiya torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qanuna əsasən müəyyən edilir. Bu zaman torpağın bazar qiyməti siyahıya alınma tarixindən əvvəlki 3 ay ərzində həmin torpaq uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3-dən yüksək qiymətin orta göstəricisi əsasında hesablanır. Kiçik sahəli mənzillərin sahibləri üçün kompensasiya məbləği yeni mənzil almağa kifayət etməyə bilər. Bu səbəbdən diferensial kompensasiya məbləğlərinin tətbiqini təklif etmək olar. Bu halda sahəsi nisbətən kiçik olan evlər üçün kompensasiya kvadrat metrə uyğun deyil. Həmin mənzil sahibinə ev almaq üçün yetərli məbləğdə ödənilə bilər. Söküntü aparılan ərazilərdə kompensasiya məsələsi insanların həyatını və mülkiyyət hüquqlarını qorumaq baxımından çox vacibdir. Bu proses mülkiyyət sahiblərinin hüquqlarının təmin edilməsi, onların maddi və mənəvi zərərlərinin ödəməsi və eyni zamanda ictimai maraqların nəzərə alınması üçün tənzimlənir.